Değerli izləyicilərimiz, xoş gördük sizləri. Məştağa Buzovna yolunda Albalı adlanan ərazidə 3 sotlu 3 sotlu artıq torpaq sahəsinin üzərində bax belə bir gözəl həyət evimiz çıxıb 2 mərtəbəlidir. Aşağıda 2 otaqdır. Bir otaq azdır, bir otaq qaraj eləmək, otaq da eləmək olar. İçəridə isə 3 otaqdır. Yuxarıda 2-ci mərtəbədə. Kanallar var, tam yaşayışlı, qaz, su, işıq sayğaclarına qədər var. Sənəd köhnə bələdiyyə təcili satılır. Qiymət 60.000 manatdır. Reallıq olarsa ev sahibi tərəfindən endirim olunacaq. Düzdür. Hətta bir balcıya səliqəyə salmaq lazımdır, baxmaq lazımdır. Başqa heç nə. Göstərək sizlərə evin qabaq tərəfinə də fikir verin. Orada balyas beyanı nəsə durub düzəltmək olar, ya plekan da qoymaq olar, yəni qalxmağa, yığmaq olur. Göstərin zəhmət olmasa evin əgər imkan verirsə o bir tərəf hissəsində göstərir. Sonra pis evin içərisini təqdim edir sizlərə. Ve giriş hissəsində də zaten göstərim burada. Giriş hissəsində təqdim edeyim. Maşın da rahat şəkildə daxil olur. Belə deyək, aşağı hissədən də qapı var, yuxarıdan da var yəni. Bax, sanuzel də 2 dənədir. Bura giriş hissəsidir, aşağı hissəsidir. Burada bax belə bir otaq var. Əslində qaraj da eləmək olar, qeyd etdiyim kimi, və zal da eləmək olar. Fikir verin. Sonra bax, sanuzelləri də göstərəcək sizə. Bax, burada sanuzellər də ayrı-ayrılıdır, fikir verin. Ayrı-ayrılıqda sanuzellər. Burada da bir sanuzel var. Buranı göstərək sizlərə. Və qalxaq, yəni şəxsi tikili tikilişindən də bilinir. Bax, burada qeyd etdiyimiz kimi bir otaqdır. Burada balaca bir kladovkası var, kladovka nəzərdə. Və qalxırıq 2-ci mərtəbəyə. Yəni bu qiymətə belə deyək. Yəni realı olarsa indirim də var inşallah. Və qalxdıq bura. Bax burada 2-ci mərtəbədə. Azca bir foyesi var burada. Bu hissəsini də göstərək buradan. Fikir verin, bax buradan qapı da qoymaq olur. Kim istəsə, kim istəsə balyasla da yığmaq olur. Və otaqları göstərək. Bir otaq buradadır. Əslində 3 otağı bir mətbəx edir. Bəndə kim istəsə dəyişə bilər. Göstərin zəhmət olmasa. Belə baxanda çox iş yoxdur. Çox iş qalmıyor. Belə deyək. Aboylu, birləşik xırda işlərdir. Göstərək sizlərə. Yalnız otaqlarda aboya ehtiyac var. Buranı da göstərək. Burada 3-cü